Deməli, qala. Yayın son günləri idi. Yaylaqda adam əlindən tərpənmək olmurdu. Böyük bir sahədə yeri dairəvi qazıb, torpağın altını üstünə çevirmiş, quru saman səpib qarışdırmış, içərisinə 100-ə qədər kəl salmışdılar ki, palçıq qatsın. Hər kəlin üstündə bir yeniyetmə əyləşdirmişdilər. Gözlərindən qan daman kəllər palçıqlı quyruqlarını yambızlarına çırpa-çırpa nohurda fırlanırdılar. Camaat nohuru dövrəyə almışdı ki, kəllə çıxıb qaçmasın. Kəllər. Nəhayət palçıq hazır oldu. Kəlləri palçıqdan çıxardılar. İndi növbə kərpic kəsənlərin idi. Bu təzə mətndir, birinci dəfə görüm. Taxtadan 100-dən çox altı gözlü qəlib düzəltmişdilər. 100 adam bu qəlibləri palçıqla doldurur, 100 nəfər isə qəlibi dartır, geniş meydanda ard-arda nizamla çevirirdilər. Bu yaş kərpicləri günəşin altında quruyandan sonra təzədən kürələrdə bişirəcəkdilər. Beləcə qızğın iş gedirdi. Bir dəstə adam kərpic kəsir, bir dəstə isə bişirirdi. Qayalıqlardan yuxarıdan aşağı yuvarlanan daşların gurultusuna baltaların aramsız səsi qarışırdı. Balta mişar səsindən qulaq tutulurdu. Mahir ustalar ağacları yonub, sütunlar, tirlər, pəncərələr, qapılar düzəldirdilər. Pənahəli xan bənnaları, dülgərləri, dəmirçiləri yığıb qılıncının ucu ilə top lüləsinin üstündə qalanın şəklini çəkdi. Xanın qılıncı ilə şəklini çəkdiyi qalanın ətrafında dərin xəndəklər, evlər, uca barı içində imarətlər, məscid, hamam, güştü tutmağa, məşq eləməyə yer, bazar vardı. Əvvəlcə Seyid İmran gəlib öz xeyir duasını verdi. Cibindən bir qulpunun qızıl əşrəfi çıxarıb qalanın bünövrəsinə qoydu. Dirəyi qızıldan olsun dedi. Sonra Pənahəli xana yaxınlaşıb mübarəkdir xan dedi. Xanlığın əbədi olsun. Taxtında qaim qədim olasan. Pənahəli xan Seyidin titrəyən əlini iri ovucunda saxlayaraq çox sağ ol ağa dedi. Xanın baxışları Seyidin ağarmış bənizinə, bulanıq gözlərinə dikilib qaldı. Üzə vurmasa da ürəyində düşündü. Seyid nə yaman qocalıb. Daha bir söz demədi. Seyidi dincəlməsi üçün münasib bir ev ayırdı. Oy. Ustalar öz işlərinin üstündən qayıdandan sonra Pənahəli xan ensiz cığırla, yavaş-yavaş addımlarla qayanın üstünə qalxdı. Buradan qıvrıla-qıvrıla axan daşaltı çayı, meşələrlə örtülmüş dağlar, vadi boyu səpələnmiş kəndlər aydın görünürdü. Xan tikinti işləri gedən əraziyə tamaşa etdikcə, əvvəllər hələ Şahbulaqdan da qabaq mənzil etdikləri düzənlik ərazidə Bayat qalasını xatırlayırdı. İndi bu əlçatmaz, sıldırımlı yerdə gələcəyinə narahatlıqla yanaşdığı xanlığın təhlükəsizliyindən əmin ola bilərdi. Oranın istisindən sonra burada necə də ciyər dolusu nəfəs almaq olurdu. Təsəvvüründə keçilməz qala divarları ilə əhatə olunacaq imarətlər, məhəllələr canlanırdı. Ürəyi qürur hissi ilə dolurdu. Deməli, baxırıq 271-ci suala. Mətnimizin üslubu ilə bağlı soruşur. Deməli, mətnimizin üslubunu biz bədii götürürük. Bədii. İndi deyir, nöqtələrin yerini artırıla bilən. Bu qala özünün siyasi, iqtisadi, mədəni inkişafına görə bir çox orta əsr Azərbaycan şəhərlərindən seçiləcəkdir. Biz bunu yaza bilmərik. Yaza bilərik, amma üslubu cəhətdən yaza bilmərik. Çünki bu publisistik üsluba aiddir. 2-də bu dilbər guşədə tikilən, bax görürsünüz dilbər guşədə. Xalq dünyanın keşməkeşlərindən, bax keşməkeş, məcazi, uzaq həyat keçirəcək, rahat nəfəs ala biləcəkdir, nəfəs ala biləcək. Bunlar məcazidir. Deməli bədii üslubdadır. 2-ni götürəcəm. 2-ni götürəcəm. Biri sildim, 2-ni götürürəmsə, B getdi, C getdi, A getdi. Şurada cavabım da hazırdır. D variantı. Gəlin digərlərinə baxaq. Tanrının gözü görünməz qələmi ilə yaranmış bu qoşqonmaz qayalarda obrazlılıq var, məcazilik var. Deməli, bədii üslubdadır bu da. 3-ü də götürəcəm. Buradakı təbii relyef dağlara çıxan elaçlarla və Pənahəli xan hakimiyyətinə tabe olan bu publisistikdir. Publisistik. Səsi sorağı uzaq-uzaq illərə yayılacaq qala, göz dağı olmaq. Bunlar məcazidir, bədiidir. Bədii idisə 5 də götürürsən, olur 2, 3, 5. Sonra 272-yə baxırıq. Mətnə əsasən yanlış fikri müəyyən edin. Xanın iqamətgahı deyir bir neçə dəfə dəyişdirilmişdir. Bu uşaqlar düzdür. Niyə?
Çünki mətndə orada deyir ki, düzənlik ərazidəki Bayat qalasını xatırlayırdı. Şahbulaqdan da qabaq mənzil etdikləri. Deməli, 2 dənə mənzilləri var bunun. Şahbulaq, bir də ondan da qabaq Bayat qalası. Bu üçüncüdür indi tikdirdiyi. Deməli, bir neçə dəfə dəyişdirib. A, düzdür. Müxtəlif yaşdan olan insanlar eyni məqsəd üçün çalışırdılar, deyir. Bu da düzdür. Çünki yaşlı birisi, cavan birisi, mühəndislər, ustalar, yəni hamı orada çalışırdılar. O işlərlə məşğul olurdular. Bu da düzdür də. Deyir, xan yeni qalanı əvvəlki ilə eyni formada təsvir etmişdi. Burada əvvəlki kimi təsvir eləsəydi, yerdə birincisi çertiyojunu çəkməzdi. Çünki orada deyir ki, dəmsə yığıb qılıncının ucu ilə top lüləsinin üstündə qalanın şəklini çəkdi. Bax, bunu çəkir. Və burada artıq xəndəklər də var, deyir, nə bilim nələr sadalayır da. Yəni qısacası əvvəlki kimi olsaydı, elə ustalara deyərdi ki, Bayat kimi tikin. Sadəcə yeri onu xatırladır. Deyir ki, ərazidə Bayat qalasını, bundan qabaq mənzil etdikləri düzənlik ərazidə, düzənlik ərazidəki Bayat qalasını xatırlayır. Amma indiki onun iqamətgahı sıldırımlı yerdə olacaqdı. Ona görə də belə deyək, Pənahabaddır da, səhv eləmirəmsə Pənahabadı tikdirir. Şuşa qalasını onu nəzərdə tutur. O da ki, eyni formada deyil. Biri düzənlik ərazidədir. Amma yeni tikdirdiyi sıldırımlı ərazidədir. Ona görə C səhvdir. Qalanın tikintisində ancaq insan əməyindən istifadə edilmirdi. Düzdür. Balta, mişar, zad bunlar da vardı. Xalqın ciddi müdafiə olmasına ehtiyac vardı. Bəli, ona görə zaten qala divarları ilə şəhər əhatə olunurdu. Gəldik, çıxdıq 273-cü suala. Deyir, doğru fikirləri seçin. Üzərinə rəqəm yazılmış sözlərlə bağlı. Gəlin baxaq. Bu tərəfdən üzərinə rəqəm yazılmış sözlərə baxıram. Quru saman həqiqi mənadadır. İkincisi, kərpic kəsmək həqiqi mənadadır. 3 anı xeyir-dua vermək məcazi mənadadır. 4 anı o birisi səhifədədir, görün. O birisi səhifədədirmi? Hə, qürur hissi ilə doldu. Bu da məcazi mənadadır. Deməli, 1 ilə 2 həqiqidədir, 3 ilə 4 məcazidədir. Qabağındakı quşlara baxıram ki, düz qoyub da, yəni həqiqi məcazini. Hamısı düzdür. Amma onda qabağındakı cümlədə hardasa yanlışlıq var. Deyir, başqa mənada həqiqidirsə məcazi, məcazidirsə həqiqi. Bir həqiqidə idi quru sözü. Burada quru söz məcazidədir. Mətndə həqiqidir, burada məcazidir, bir düzdür. 2-də deyir ki, ağacın budaqlarını kəsmişdilər ki, yenidən pöhrələsin. 2, baxım mənə. 2 kərpic kəsmək həqiqidədir. Ağacın budağını kəsmək də həqiqidədir. Ona görə 2-ni götürməyəsən, 1-i götürəsən. 3-də deyir ki, usta qəlibi şagirdinə verdi. Qəlib şeydir bu. Nədir bu? Məsələn, forma da belə deyək. Forma yaratmaq üçün olan. Məsələn, keks qəlibi tutaq ki. Orada həmin qəlibi şagirdinə verdi deyir. Burada həqiqi mənadadır. Mətndə məcaziyə quş qoyub görürsünüz. Deməli 3 də düzdür. 1 3. Cavabınız hazırdır. A variantı. 4-də deyir ki, həyəcandan bulud kimi dolmuşdu. Bu da məcazidir. Mətndə də məcazidir. Ona görə uyğun gəlmiş. Sonra 274 deyir, mətndə altına xətt çəkilmiş cümlə əsasında müəyyənləşdirmək olar. Deyir, xanın qılıncı ilə şəklini çəkdiyi qalanın ətrafında dərin xəndəklər, evlər, uca barı içində imarətlər, barı hasar deməkdir də, yəni uca hasar içində imarətlər, məscid, hamam, güclü tutmağa, məşq eləməyə yer, bazar var idi. İndi deyir ki, nəyi müəyyənləşdirə bilərsən? Bax, o cümləni oxudun, nəyi müəyyən eləmək olar? Qalanın müdafiə məqsədi ilə tikilməsi. Bəli, xəndək qazılırsa ətrafına doğrudur. Tikintidə işlədilən material növünü nə bilim? Qalanın içində dinc əhalində yaşayacağın düzdür. Çünki orada bazar zad da varsa, deməli dinc əhali yaşayacaq. Yalnız eyni formada tikililərin inşa ediləcəyi xeyir.
Ticarətin də olacağının nəzərə alınması. Ticarət. Hə, bazar varsa uşaqlar. Bazar varsa da ticarət də var da zaten, yəni mal mübadiləsi gedəcək. 1-3-5 B variantı. Sonra 275. Deyir ki, mətnə əsasən hadisələrin cədvəldə uyğun fikirləri müəyyən edin. Hadisələrin müasir dövrdə baş vermədiyini müəyyən eləmək olar, müəyyən eləmək olmaz. Deyir, tikinti materiallarının hazırlanma üsulu müəyyən eləmək olar. Orada kəllərdən istifadə edirlər, üstünə də belinə də uşaq otuzdururlar, kəllər palçığı əzir. İndi elə deyil, axı, indi aparatlar var məsələn. Onun içinə salırsan, o özü dövr eləyir orada, belə maşınların içərisində hazırlanır qatqılar. Yəni ona görə müasir dövrdə baş vermədiyini müəyyən eləmək olar birlə. Pul vahidi ilə, bu da var idi orada, gətirib bir qızıl atır deyim. Nə idi onun adı? Gətirir, bir qulplu qızıl əşrəfi çıxarır. Qızıl əşrəfi. İndi qızıl əşrəfi mi var? Manatdır, qəpikdir. Bunu da müəyyən eləmək olar. 1-2-ni seçdimsə A, D, C getdi. Ahıl insana münasibətlə. Ahıl insana münasibət müasir dövrdə də o düzgün olmalıdır deyənə. Yəni buna müəyyən eləyə bilmərsən. Əslində 4-lə 6-nı oxusaq kifayət eləyir. Müdafiə məqsədi ilə qala tikilməsi müəyyən etmək olmaz deyir. Yəni müdafiə məqsədi ilə indi də qala tikilə bilər də, niyə ki? Yəni bu düzgün deyil. Sənətkarlıq növləri. Sənətkarlıq növləri bir dəqiqə, beynim yandı. Müəyyən etmək olmaz deyir. Müəyyən etmək olmaz. Müdafiə məqsədi ilə qala tikilməsi. İndi müdafiə məqsədi ilə qala tikilmir ki. Hadisənin müasir dövrdə baş vermədiyini müəyyən etmək olar 4-lə. 4-lə müəyyən etmək olar. Olar. Amma olmaza yazıb deyə səhvdir. Sənətkarlıq növləri ilə müəyyən eləmək olmaz. Çünki indi də o sənətkarlıq növləri var. Ağsaqqal insanın xeyir-dua verməsi ilə müəyyən etmək olmaz. Çünki müasir dövrdə də ağsaqqal insanlar xeyir-dua verirlər. 1-2-5-6 Y variantı. 276. Yeni tikilən qala uşaqlar, baxın, əlçatmaz sıldırımlı yerdə tikiləcəkdi. Bayat qalası isə düzənlik ərazidə idi. Düzənlik ərazidə. Ortağa yaza bilərsiniz. Hər ikisi qaladır yazmayın. Hər ikisi müdafiə məqsədi ilə tikilmişdi. Hər ikisi Pənahəli xanın iqamətgahı idi. Deməli, yeni tikilən tikili əlçatmaz sıldırımlı yerdə idi. Bayat qalası düzənlik ərazidə idi. Ortada hər ikisi müdafiə məqsədi ilə tikilmişdi. Pənahəli xanın iqamətgahı idi. Sonra 277 Pənahəli xanın xarakteri ilə bağlı cəhətlər. Bu cəhətlər hansı məqamlarda deyir üzə çıxır? Deməli uşaqlar, Pənahəli xanın xarakteri ilə bağlı məqamları biz şey yaza bilərik. Qayğıkeş yaza bilərik. Niyə? Bu adam Seyid var idi burada. Deyir ki, Seyid nə yaman qocalıb, daha bir söz demədi. Seyidə dincəlməsi üçün münasib bir ev ayırdı. Seyidə olan münasibətinə görə qayğıkeş deyə bilərik bu adama. Deməli, birinci yaza bilərik qayğıkeş. Seyidlə bağlı olan münasibətində. İkinci nə deyə bilərik? Ehtiyatlı deyə bilərik. Çünki adam öz xalqını qorumaq üçün ehtiyatı əldən vermir, qala tikdirir. Ehtiyatlı şeydir. Yaza bilərik ki, cəmaatın təhlükəsizliyi üçün iqamətgahını dəyişir. Sonra məsuliyyətli yaza bilərsiniz. Məsuliyyətli niyə? Çünki işlə maraqlanır da. Tapşırığı verir, gəlir özü üçün gəzmir. Tapşırığı verir, sonra da gəlir başının üstündə durur ki, görür nətər tikirlər qalanı. Даже çertyojunu özü çəkir ki, bax, burada bunu tik, burada bunu tik. Belə lazımdır, elə lazımdır. Yəni, qayğıkeş, ehtiyatlı və məsuliyyətli. Xalqımızın adət-ənənəsinə aid 2 fakt yazın. Birinci fakt ondan ibarətdir ki, o ev gördüyə gələndə indi də vardı o adət ki, məsələn, ev gördüyə gələndə
nə bilim, şirni ilə gedirlər, ya pul verirlər, ya nəsə də belə. İndi məsələn, mətndə də Seyidin münasibətini göstərə bilərik ki, adam gəlir, cibindən bir qutlu qızıl əşrəfi çıxarıb qalanın bünövrəsinə qoyur, dəyəri dirək qızıldan olsun deyir. Bir bu atmaq, yəni pul atmaq. Sonra hansı adət-ənənəni görürük? Xeyir-dua verir məsələn, düzdür? Ondan sonra xeyir-dua verir. Yaxınlaşır. Sonra Pənahəli xana yaxınlaşır. Mübarəkdir xan, xananın taxtın qaim qədim olsun. Bax, bu ikisini əslində birləşdirib yaza bilərsiniz. Pul atmaq və xeyir-dua vermək. Başqa adət-ənənə isə uşaqlar, Pənahəli xan, baxmayaraq ki, xan idi, özündən yaşlı birisinə hörmətlə yanaşır, düzdür? Ona qayğı ilə yanaşır. Özündən yaşlı insanlara statusundan asılı olmayaraq hörmətlə yanaşmaq. Ən azı 2 fakt deyir. Birinci fakt dedik ki, yeni tikilən bir belə deyək, nəsnəyə mi deyək, əşyaya mı deyək, yeni tikilən qalaya xeyir-dua vermək, pul atmaq növrəsinə. İkinci bir fakt isə yaşlılara öz status və vəzifəsinə asılı olmayaraq hörmətlə yanaşmaq. 279. Mətndə tünd qara hərflə verilmiş cümlə mətnin üslubuna uyğun 2 ifadə əlavə edərək. Burada bu tip suallarda söz dəyişə bilməzsiniz. İfadə əlavə et deyirsə, ifadə əlavə elə. Məsələn, buradan qıvrıla-qıvrıla axan daşaltı çayı, məsələn, ilan kimi, baba götür bura şey yaz, ilan kimi qıvrıla-qıvrıla axan daşaltı çayı, zümrüd meşələrdə örtülmüş dağlar, vüqarlı dağlar, vadi boyu səpələnmiş kəndlər aydın görünürdü. İlan kimi qıvrıla-qıvrıla, zümrüd meşələrlə, vüqarlı dağlar. Gördünüz? Həmişə nə deyirəm? İsmin qabağına məcazi mənalı sifət artır. Meşənin qabağına zümrüd artırdım. Zümrüd kimi meşələr yəni. Qıvrıla-qıvrıla da nə qıvrılır? İlan qıvrılır. O baxımdan ilan kimi qıvrıla-qıvrıla yaza bilərsiniz. Sonra 280 mətnə əsasən qalanın tikildiyi ərazidə qabaqcadan da yaşayış məntəqəsi mövcud olduğunu düşünmək olarmı? Fikrinizi əsaslandırın. Deyir ki, bəli, düşünmək olar. Çünki qala tikilən ərazidə, bax, buradan bilərsiniz. Seyid nə yaman qocalıb, daha bir söz demədi. Seyidə dincəlməsi üçün münasib bir ev ayırdı. Yəni, tutaq ki, bu bizim şəhərdir. Bizim qalamız burada inşa olunacaq. Bizim qalamız burada inşa olunacaq. Burada da evlər var da, yəni. Burada da evlər var. Yəni, mən də Pənahəli xan da deyir ki, Seyid üçün də məsələn, gedin bir dənə ev ayırın. Burada da qala olacaq o öz yerində. Amma yəni Seyid üçün də ev ayırın deyir. Deməli, yaşayış olduğunu düşünmək olar. Çünki Seyid üçün ev ayrılmışdı. Mətndə belə.